Doğum tarixindəki rəqəmlər təsadüfi deyil. Onlar sənin enerji axınını, bolluq potensialını və maddi bloklarını göstərir. Hər birimizin daxilində maddi enerjini idarə edən bir kod var. Bu kod sənin pulla, zəhmətlə, şansla və liderliklə olan əlaqəni açır. Bəziləri üçün pul əməkdaşlıqla gəlir, bəziləri üçün isə tək başına liderliklə. İndi hesablayaraq sənin maddi enerji kodunu tapa bilərik. Doğum tarixindəki bütün rəqəmləri topla, ikinci addımda isə alınan iki rəqəmlini bir rəqəmliyə indir. Hesablama qaydasını videoda dəqiq olaraq paylaşacağam. Enerji kodun bir alındısa, pul sənə öz ideyan, liderliyin və ya təşəbbüs göstərdiyin işlərdən gəlir. Özünü ifadə etdikcə bolluğun artacaq. Başqasına bağlı qalmaq, pasiv davranmaq isə sənin maddi kanalını bloklayacaq. Tövsiyə olaraq öz yolunu seç və cəsarətlə hərəkət et. Enerji kodun 2 alındısa, maddi axın, ortaqlıqlar, dəstək, komanda işi ilə güclənir. Diqqətlə dinləyən və balans yaradan olduqda pul axır. Tək başına hərəkət etmək, özünü təcrid etmək isə maddi kanalı bloklayır. Biri ilə əməkdaşlıq quraraq paylaşım enerjisini aça bilərsən. Enerji kodun 3 alındısa, pul sənə yaradıcılıq, danışmaq, öyrətmək, yazmaq, özünü ifadə etdikcə gəlir. Duyğularını gizlədərək ifadəsizlik, özünə güvənməmək isə maddi kanalını bloklayır. Sənəti, sözləri və ya sosial enerjini istifadə et ki, maddi kanalın bloklanmasın. Enerji kodun 4 alındısa, pul sənə nizamlı, planlı, ağır və uzun müddətli işlərdən gəlir. Bünövrə qurma enerjisi var. Tələskənlik, sistemsiz iş, məsuliyyətdən qaçmaq maddi kanalı bloklayacaq. Ona görə də detallara fokuslan, davamlılıq yarat. Enerji kodun 5 alındısa, maddi bolluq sənə fərqli işlər, səyahət, kommunikasiya, ticarət vasitəsilə gəlir. Sıxıcı, dəyişməyən rejimdə ilişib qalmaq isə maddi kanalını bloklayacaq. Ona görə də rutinlərdən çıx, yenilikləri qucaqla. Enerji kodun 6 alındısa, pul axını insanlara xidmət, dizayn, gözəllik, təlim və ya köməkçi rol vasitəsilə açılır. Özünü yox, başqalarını həddindən artıq düşünmək isə maddi kanalını bloklayacaq. Ona görə də başqalarına yardım edərkən öz balansına da qoru. Enerji kodun 7 alındısa, pul sənə bilik, təhlil, dərs vermək, araşdırma ilə gəlir. Daxili dünya güclüdür. Pul bəzən dolayı yolla da gələ bilir. Praktik addım atmamaq, təcrid olunmaq maddi kanalınızı bloklayacaq. Ona görə də elminizi paylaşıb dəyərləndirin. Enerji kodun 8 alındısa, maddi axın sənə idarə etmə, maliyyə, biznes, nəzarət olan sahələrdən gələcək. Pul enerjisi ilə doğma münasibətin var. Güc qorxusu, öz potensialını dəyərləndirməmək isə maddi kanalını bloklayacaq. Ona görə də böyük düşün, gücünü qəbul et. Enerji kodun 9 alındısa, pul sənə ruhsal xidmət, könüllü işlər, humanist məqsədlər, başqalarını transformasiya etmək vasitəsilə gəlir. Köhnə enerjidə qalmaq, keçmişə ilişib qalmaq sənin maddi kanalını bloklayacaq. Ona görə də işığını paylaş və başqalarına yol göstər. Bolluğu həyatına çəkmək, pul axınının asan və davamlı olmasını istəyirsənsə, bu addımlar sənin üçün xüsusi açar olacaq. İlk olaraq vizualizasiyadır. Hər gün 5-10 dəqiqə vaxt ayır və gözlərini yumaraq təsəvvür et. Həyatına bolluq axır, bank hesabında balansın artır. Evinə, işinə və münasibətlərində firavanlıq daxil olur. Pul sadəcə rəqəmlər deyil, enerji axınıdır. Onu sanki qızlı bir işıq kimi gözlərinin önündə canlandır. Özünü bolluğun içində görmək, şüurunu həmin tezliyə uyğunlaşdırır. Bu zehni proqramlaşdırma vasitəsilə yeni imkanların qapısını açır. İkinci olaraq təlqinlərdir. Şüurun ən güclü silahı sözdür. Özünə hər gün təkrarla. Pul axını mənim üçün asan və daimidir. Mən bolluq enerjisinə açığam. Mən layiqəm və qəbul edirəm. Bu sözlər təkrarlandıqca beynin yeni inanclar quracaq. Çətinliklərə baxmayaraq içində güvən yaranacaq və bolluq sənə tərəf gələcək. Əsas odur ki, bu sözləri sadəcə dillə yox, ürəkdən hiss edərək deməkdir.
Üçüncü olaraq fiziki hərəkətdir. Enerji yalnız düşüncə ilə deyil, bədən vasitəsilə də hərəkət edir. Hər gün qısa bir yoga hərəkəti, sadə rəqs addımları və ya qollarını geniş açaraq dərin nəfəs almaq, bunlar bədənin enerji axınını açacaq. Pul enerjisi hərəkəti sevir. Durğunluq yox, axın lazımdır. Ona görə də hərəkət etdikcə həyatına yeni fürsətlər və ya maliyyə imkanları daxil olacaq. Dördüncü olaraq enerji təmizləmədir. Pulun qarşısını alan ən böyük maneələr qorxu, günahkarlıq və mən bacarmaram düşüncəsidir. Meditasiya zamanı bu qaranlıq hissləri göz önünə gətir və nəfəsinlə burax. Onları ağ işıqda əriyən qara duman kimi təsəvvür et. Yerinə isə güvən, inam və açıq ürək enerjisi çağır. Bu təmizlənmə hər gün davam etdikcə sənin bolluq kanalın daha saf işləyəcək. Maddi enerjini dəstəkləyən ətraf və vərdişlər ilk olaraq maliyyə nizamıdır. Pul enerjisi intizamı sevir. Gəlir və xərclərini yazmaq, büdcə planını qurmaq, bank hesabını təmiz saxlamaq, bunlar yalnız praktiki deyil, həm də enerji baxımından vacibdir. Pul qarışıqlığı sevmir. Əgər maliyyən düzəndədirsə, yeni pullar da asanlıqla gələcək. Xüsusilə enerji kodu 4 və 8 olan insanlar üçün bu qayda həyat dərsidir. Struktur, sistem və məsuliyyət bolluğu gətirəcək. İkinci olaraq rənglərin gücüdür. Ətrafındakı rənglər də sənin tezliyini dəyişir. Mavi, sakitlik və inam, yaşıl artım və inkişaf, qızılı zənginlik və ilahi bolluq tezliyi daşıyır. Əgər geyimində, iş otağında və ya pul kisəndə bu rənglər varsa, sənin enerji sahən bolluğu daha tez qəbul edəcək. Kiçik detallarla belə bu gücü aktivləşdirmək mümkündür. Son olaraq kiçik qələbələri qeyd etməkdir. Pul enerjisi şükranlıqla çoxalır, ona görə də hər xırda uğuru qeyd etmək vacibdir. Əlinə az miqdarda pul gələndə də sevin, çünki bu daha böyüyün müjdəçisidir. Qazandığın hər kiçik nailiyyəti qeyd etdikcə kainata mesaj verirsən ki, mən bolluğa açığam və minnətdaram. Bu isə bolluq axınını daha da sürətləndirir. Maddi kanalınızı aktivləşdirmək üçün tövsiyələr gündəlik tətbiq olunduqda güclü nəticə verir. Amma vacib bir məqam var. Əgər bütün bu texnikalardan sonra da həyatınızda maliyyə axınında ciddi dəyişiklik hiss etmirsinizsə, bu sizin karmik borclarınız, şuurlu və ya şuursuz bloklarınız, ata-babadan gələn yük və enerjilərlə bağlı ola bilər. Bu hallarda ən doğru addım numeroloji analizdir. Çünki bu analiz sizin doğum tarixinizdən gələn dərsləri və blokları üzə çıxarır. Onların şəfalanmasına yol açır. Əgər bu mövzu sizə maraqlı olsa, mən Instagram hesabımı videonun aşağı bölməsində paylaşacağam. Oradan müraciət edə bilərsiniz. Bolluq təsadüfi deyil, o sənin gündəlik seçimlərinin və vərdişlərinin nəticəsidir. Vizualizasiya, pozitiv sözlər, hərəkət, təmizlənmə və maliyyə nizamı bunlar birlikdə həyatını firavanlığa aparacaq. Bolluq axını daim mövcuddur. Sadəcə sən onu qəbul etməyə hazır olmalısan. Əgər bu mövzu sənin üçün faydalı oldusa, videoya like qoy, fikirlərini şərh bölməsində paylaş və kanala abunə ol ki, yeni bolluq və enerji praktikalarını qaçırmayasan. Sənin dəstəyin mənim üçün çox dəyərlidir və bu enerjini birlikdə böyüdürük.